Herkese salam qızlar, hər birinizi salamlayıram. Kanalıma və yeni vloguma xoş gəlmisiniz. Bilirəm ki, bir çoxlarınız təmizlik vloglarını sevirsiniz. Mən də çalışıram ki, bütün vloglarımda təmizliyə az da olsa yer verim. Amma digər vloglarımdan fərqli olaraq bu dəfə günümü təmizliklə açdım və sizin üçün demək olar ki, hər ayrıntısını da çəkmişəm. Bunu baldızım almışdı bizə. Bu hissəsində püskürtmə şeyi var idi, belə qab idi. İçinə sirkəli su doldurub buradan püskürtürdük. Amma o hissə xarab olub. Ona görə də mən də belə bir çözüm tapdım. Sprey qabına sirkəli su hazırlamışam. İndi bununla yerə həm sirkəli sudan vuracağam, həm də siləcəm. Baxaq görək necə alınır. Bu dəfə təmizliyimi hissə-hissə etmək qərarına gəldim. Hər zaman əvvəl otaqları toz soranlayırdım. Ondan sonra isə başlayırdım, silirdim ya da digər işlərimi görürdüm. Bu dəfə isə fikirləşdim ki, yox, hissə-hissə çəkim. Mənə belə videoları izləmək çox maraqlı olur ki, hissə-hissə təmizlik edirlər və o zaman təmizliyi insan daha çox hiss edir. Mən də çalışdım ki, bu formada çəkim. Məncə sizin üçün də bu maraqlı olacaq. Sirkəli suyumdan belə püskürdürəm. Həm yeri də o formada sildim, həm də belə əşyaların üzəri də tozlanmışdı. Əşyaların üzərini də bu formada silirəm. Məncə belə daha təmiz olur. Həm də işimi biraz tez görməyə çalışıram ki, Alinanın da yeməyini hazırlamaq, Alinaya da baxmaq lazımdır. Yer silən aparatımın başındakı baş hissəsində olan bezi isə bir müddət sonra getdim, yudum, gətirdim ki, elə daha yaxşı olar məncə. Yəni təkcə sprey qabındakı bu sirkəli su ilə silməkdənsə, onun başlığını da yudum və məncə belə daha təmiz oldu. Hissəli təmizliyimi bu formada davam edirəm. Mətbəximizdə biraz dəyişiklik də edəcəm. Məncə sizin üçün də maraqlı olacaq. Mənim üçün həqiqi çox maraqlı oldu. Neçə vaxtdır ki, fikirləşirdim, nəyi necə edə bilərəm. Belə kiçik dəyişikliklər etdikcə məncə daha yaxşı olur, daha səliqəli bir görüntü əmələ gəlir. Hər dəfə bezləri filan yuram, gəlirəm, neçə dəfə yumuşam. Amma bunları sadəcə çəkmədiyimə görə elə bilərsiniz ki, eyni bezlə hər yeri silirəm. Amma belə deyil, gedirəm, hər dəfəsində yuyuram. Sadəcə kameranı hər dəfə aparıb gətirmək biraz çətin olur. Buna görə də o hissələri yəni sizə göstərə bilmirəm. Və belə bir dəyişiklik etdiyim mənim ürəyimcə oldu. Yəni bir müddət belə idarə edər. Məncə daha səliqəli bir görüntü yaranmış oldu.
Digər işləri bitirdim və başlayıram qapını da silməyə. Çox detallı bir şəkildə silə bilmədim, çünki tələsirdim. Tez-tez bütün işləri görməyə çalışırdım ki, fikirləşirdim yarımçıq qalar və bu zamanda vloq o qədər də maraqlı alınmır. Çünki məqsəd qoymuşdum ki, ən azından gözlə görünən elə hissələr var ki, yəni hər zaman onları təmizləmirəm və bu hissələri təmizləyim. Amma tələsdiyim zaman da bəzi hissələr yadımdan çıxıb qalırdı. İndi baxdıqca fikir verirəm ki, qapının bir hissəsində ləkələr qalıb. Onu da çalışacağam, elə vlog çəkməsəm də silim. Və bütün işlərimi də bitirdim, hazırlaşıram. Çox az hazırlaşdım belə. Mənim makiyajım ümumiyyətlə 10-15 dəqiqə çəkir. Çox sürətli formada eləyirəm son zamanlarda. Və yoldaşımla birlikdə gedirik manatlıq mağazaya. Çünki Novruz abu-havası artıq şəhərdə bir çox yerlərdə hiss olunur. Və bizim də düzdür, Novruz səbətimiz üçün hər şeyimiz demək olar ki var. Amma baxdıq yeni nələr var. Qiymətlər bu il keçən ilkinə nisbətən çox qalxıb. Və manatlıq mağazaları gəzirik. Bir neçə şey aldım. Onları da sizə evdə göstərəcəm. Bundan sonra da yol üstü elə parkda belə bir yer kofe içmək üçün otururuq burada. Və əvvəlcə hava çox yaxşı idi, amma birazdan görəcəksiniz ki, necə bir neçə dəqiqənin içində hava dəyişir. Yoldaşımla oturduq burada. Sadəcə bir şirniyyat sifariş vermişdi. Şirniyyat çox istəmirdi. Məqsədimiz sərin havada oturub kofe içmək idi. Və bundan sonra da aldıqlarımı artıq evə gəldikdən sonra sizinlə də bölüşürəm. Bu yastığı 5 manata almışdıq qaynanam üçün. Neçə vaxtdır ki, yastığı istəyirdi belə. Alina da sağ olsun yastığı bütün evdə gəzdirdi. Ondan sonra qaynanama təhvil verdik. Və belə bir neçə şirniyyat, armud filan almışdıq. Əsas aldıqlarım isə manatlıqdan aldığım bunlar idi. Bunları da sizə göstərirəm. Bunu ən çox mən fikirləşirdim ki, yemək vloqları çəkərkən dekor olaraq istifadə edərəm. 1 manata bunu aldıq və digər bu aksesuarları, oyuncaqlar deyim, bunlara nə deyim bilmirəm. Belə Novruz üçün bunları aldıq. İnşallah Novruza aid vloqlar çəkəndə səmənimizi filan hər şeyimizi hazırlayanda bunları da ayrıntılı olaraq sizə göstərəcəm. Axşam üçün də artıq gördünüz ki, yemək hazırlamamışdıq və sushi sifariş vermək qərarına gəldik, amma biraz peşman olduq.
bilmədim, qəribə düşüncələr içindəydim. Çünki 1 saat 20 dəqiqəyə gəlməli olan sushi 3 saata gəldi. Yəni təsəvvür edin ki, səhər yeməyi yemişdik və gözləyirdik ki, sushimiz gəlsin, yemək yeyək və o da gəlməyi bilmirdi. Bu arada sushi nömrə 1-dən almışdıq. Dadları yaxşı idi, xoşuma gəldi. Yəni nə yalan deyim. Burada təbii ki, reklam filan heç bir şey yoxdur. Elə özlərinə də yazdım, səhifələrini etiketlədim. Maraqlanacaqlarını dedilər, amma hələ də bir xəbər yoxdur. Yəni belə. Amma dadına görə sifariş verməyə dəyər, amma çatdırılma xidmətləri bərbad. Yəni bunu da deyim ki, sonra sifariş verərsiniz, gec gələr. Bu da nəzərinizdə olsun. Bu arada onu qeyd edeyim ki, biz Yasamal filialından sifariş vermişdik. Bəlkə də digər filiallarında belə bir şey yoxdur. Əgər siz də sifariş vermisinizsə, mənə yazarsınız. Ola bilər ki, elə bir günlük bir problem idi. Bəlkə də çox zaman bu problem olmur. Sadəcə bizim şansımıza oldu. Yəni bunu deyə bilməyəcəm, amma bizim başımıza gələn hadisə bu idi. Növbəti gün isə başlayırıq. Səhər yeməyimizi yedik və başladım təmizliyimə. Bu təmizliyin sonunda da əslində mətbəxdə bir yeri mən təmizləyəcəm, amma onu indi sonda görəcəksiniz ki, yəni bu yer hər zaman mənim təmizlədiyim yerlərdən biri deyil. Özünüz də vəziyyəti gördükdən sonra başa düşəcəksiniz ki, nəyi demək istəyirəm və başlayıram belə təmizliyimə. Bu arada qızlar, mənə ən çox gələn suallardan biri də bizim bu krantla bağlıdır. Bu aparatı biz neçə il əvvəl almışıq və istifadə edirik. Su bura biraz az gəlir, amma yəni suyu qızdırma dərəcəsi çox olmasa da idarə edir. İlıq formada suyu qızdırır. Yəni çox bir şey gözləməyin. Sadəcə çox sual gəlirdi. Adi belə krant filan satılan yerlərdən ala bilərsiniz. 35 manat civarında olur. Bəlkə ucuz da tapa bilərsiniz. Amma istədim bunun haqqında belə bir məlumat verim. Bu tavaların altı üçün Faberlikin bir məhsulu var. Təzə çıxıb deyəsən. Əvvəlkilər tavanın rəngini aparırdı. Ona görə də istəmirəm bunlara vurmaq ki, altı yəni rəngi getməsin. Amma təzə bir şey gördüm. Faberlikin idi deyəsən. Onu vururdum, ləkələri çıxardı, amma rəngini heç nə eləmirdi. Əgər siz bilirsinizsə adını yazarsınız. Mən bu günlərdə bunu araşdıracağım. Amma siz bilirsinizsə yazsanız daha yaxşı olar.
Vlogumu bura qədər izlədinizsə sizə təşəkkür edirəm. Əgər hələ də kanalıma abunə olmamısınızsa, çalışın mütləq kanalıma abunə olun. Bu məni olduqca çox sevindirir və hər birinizə əvvəlcədən də təşəkkür edirəm. Növbəti vloqlarda görüşərik. Vloqum davam edir, amma mən istədim ki, indidən sizinlə sağollaşım. Növbəti vloqlarda görüşərik və bu vloqun da sonunu izləməyi unutmayın. Hələlik. Bizim məşhur problemimiz nəmişlik problemi. İndi buranı siləcəm. Şkafların içini təmizləyə birlikdə. Baxaq necə olur. Birazca da bu qaplarını açıq saxlayacağım ki, içərisi qurusun.